Salam qızlar. Bugün sizlərlə bir şey bölüşmək istəyirəm. Bugün mənim qızımın ad günüdür. 2 yaşı tamam olur. Və mən ona öz Fabellikdən qazandığım qazancla belə bir gözəl sırğalar almışam. Bunu göstərmək istəyirəm. Yəni bu şirkətə mən özüm üçün qoşulmuşdum, sadəcə məhsul almaq niyyəti ilə ki, yəni addım hədiyyələr götürəcəm və fisioda, yəni bu şirkətdən ayrılacağam. Amma ki, burada qazandığım qazanclar, əldə etdiyim gəlirlər və gözəl rəhbərlərim, gözəl komanda üzvləri sayəsində məni bu şirkətə bağladı və bugünkü gündə mən artıq 3 qız anasıyam, 3 övladım var. Bunun üçün başqa yerdə işləyə bilmirəm. Yəni özüm tibb sahəsində işləyirdim. Ona görə hal-hazırda çalışa bilmirəm, uşaqlarım körpədir. Amma ki, Fabellik sayəsində bugün mən bu arzumu gerçəkləşdirdim və bu gözəl qızıl dəsti sırğaları mən qızıma hədiyyə eləyəcəm inşallah. Qızlar, yəni ki, bu şirkətdə qazanc var, rəhbərlərimiz də qazanır və ətrafınızdakı bütün insanları bu şirkətə, necə deyərdim ki, qoşa bilərsiniz. Çünki burada həqiqətən ciddi qazanclar mövcuddur və istədiyimiz şeyləri uşaqlarımız üçün və yaxud da özümüz üçün istədiyimiz hər bir, deyərdim ki, maddi cəhətdən ala bilmədiyimiz şeyləri bu şirkətdə çalışaraq, əzmlə irəliləyərək əldə eləmək şansımız olur. İnşallah hər birinizə arzu eləyirəm. İnşallah bundan da gözəl bir hədiyyələr almaq mənə də qismət olsun, evladlarıma. Daha da bol qazanclar əldə eləyərək təbii ki, bugünkü sevincimi sizlərlə bölüşmək istədim.